həkimlər iş zamanı ağ xalatda, cərrahlar isə yaşıl və göy xalatda olurlar. Sizcə bunun tibbi açıqlaması nə ola bilər? Cərrahiyyə zamanı biraz yaralarla, qanla işləmələr olur. Ona görə onlar ağ yox, mavi, yaşıl olmalıdır rəng. Sizcə bunun tibbi açıqlaması nədir? Həm çətindir, həm asandır. Fərqlənməyə görə, həm də o yaşıl, göy onlar necə deyim sizə, bir növ elə bir sakitləşdirici xarakteri daşıyır. Açıqlaması nədir? Tibbi açıqlaması rəng sakitliyi. Rəng sakitliyində fərq görürsüz? Siz də nə düşünürsüz? Dəqiq deyən gözümü tapmışım, mən qatmayım. Niyə həkimlər iş zamanı ağ xalatda, cərrahlar isə əməliyyatda yaşıl və göy xalatda olurlar? Sizcə bunun tibbi açıqlaması nədir? Açıqlaması əlbəttə ki, yeganə bir dənə cavabı ondur ki, bu qaydadır. Sizcə bunun tibbi səbəbi nədir? Ağ xalatın ön açıqdır. Məntiqlə fikirləşəndə yəqin ki, müayinə zamanı üstləri bulaşmır. Amma əməliyyat zamanı ola bilər də ki, bundan mənəsə başlayır. Əsasən həkimləri xəstə qarşılayarkən görmüşük hər zaman. Yəni cərrahi əməliyyatlar üçün yaşıl xalatlar bilirəm ki, daha çox dezinfeksiya olunmuş bir geyimlərdir. Belə bir şey oxumuşam ki, o vaxt cərrahlar göy xalat geyinir ona görə ki, qan izləri orada daha aydınmı görsənir. Yəni nəsə belə bir problem, belə bir şey var idi yəni. Ağ xalatı deyə bilmərəm, amma yaşıl xalatı bilirəm ki, əməliyyat zamanı göz yorulmasın deyə, göz yorğunluğunu aradan qaldırmaq üçündür. Sizcə bunun tibbi açıqlaması nədir? Onu ancaq həkimlər bilir. Həkim olmadığım üçün bilmirəm. Göz yorğunluğuna görədir bu. Ağ xalatda göz yorğunluğu olur ona görə. Çünki onlar əməliyyatda olur ona görə. Ağ xalatda məncə saf və təmiz görünümü önəmlidir. Yəni o baxımdan məncə elə görünməyə çalışmaq üçün geyinirlər, amma cərrahlar da yaşıl xalatda olanda daha belə gözün elə bil ki, daha çox narahat olmamasını qarşını almaq üçün xalatlar yaşıl olub əməliyyat vaxtı, cərrahiyyə vaxtı. Da steril olmalıdır da hər şey. Ancaq ağ xalat tamam. Əməliyyatxanada həkimlər daimi qana baxır, qırmızıya, gözləri uyğunlaşa bilmir başqa rəng olsun. Siz fikriniz? Ağ xalatlar həkimlərimizdə. Ona görə biz onu seçmək üçün, yəni görmək üçün bilməliyik ki, həkimimiz kimdir ağ xalatlı. Ağ mən yəni uşaqlığımdan elə qanundan bəri bilirəm ki, həkimlərimiz ağ geyinib, gözümüz də elə örgəşibdir. Məncə də göy və yaxud da yaşıl giyməkdə də o ola bilər ki, hansısa bir qan ləkəsini tam belə göstərməmək üçün. Tibbi açıqlaması əməliyyat vaxtı göy xalat geyinir, otaqda ağ xalatdan xəstəni qəbul edir. Məncə sterilizasiya üçün elə geyinilir.